Salam, xoş gördük əziz tələbələr, əziz abituriyentlər, şagirdlər, hər vaxtınız xeyir olsun. Kanalımın izləyiciləri, mən bu gün sizlər üçün işarə əvəzliklərini, demonstrative pronoun işarə əvəzliklərini izah edəcəm. İşarə əvəzlikləri bunlardır. These, onun cəm forması, daha doğrusu this, onun cəm forması this, that, onun cəm forması those, such və the same. Bunlar işarə əvəzlikləridir. Və gəlin onların işlənmə yerlərinə baxaq görək, harda işlənir ümumiyyətlə onlar. This baxın bu deməkdir. These isə bunlar deməkdir. Və zaman və məkanca, yəni məsafəcə yaxın olan əşyaları və yaxud da şəxsləri bildirmək üçün işlədilir. Yəni, biz adətən şagirdlər zaman hissəsinə diqqət etmirlər və zaman hissəsi çox önəmlidir. Yəni, biz indiki zamandan danışırıqsa, yaxın zamanda baş verən bir hadisədən danışırıqsa, nədənsə danışırıqsa, o zaman biz zisdən və yaxud da zisdən istifadə edəcəyik. Bunların bir-birindən fərqi nədir? Biri bu deməkdir, biri isə bunlar deməkdir. Bu deyən də təbii ki, özündən sonra sayılan tək isim alacaq. Yəni, sayılan dedikdə tək isim alacaq. Amma bunlar dedikdə isə özündən sonra cəm isim alacaq. Yəni, fərqi, bu ikisinin də fərqi ondan ibarətdir ki, biri tək isimlə işlənir, digəri isə, yəni zis olan isə cəm isimlə işlənir. Yəni, özündən sonra cəm isim alacaq. Və təbii ki də zaman və məkanca, məsafəcə yaxın olan əşyaları göstərmək üçündür hər biri. Bəs zaman və məsafəcə uzaq olan əşyaları nə ilə göstəririk? Təkdə olan əşyanı zət, cəmdə olan əşyanı isə zousla biz göstəririk və zət book deyəndə mən o kitab deyirəm. Yəni, o da deyəndə təbii ki, Azərbaycan dilində olduğu kimi o deyəndə artıq biraz uzaqda olan bir şeyi nəzərdə tuturuq, yəni göstəririk. Və özündən sonra tək isim alır. Amma zoos dediyimiz isə uzaqda olan, zaman və məsafəcə, məkanca uzaqda olan, amma cəm isimləri göstərir. Baxın, I felt very happy those days. Days sözünə baxırıq ki, özündən sonra necə isim alıb? Cəm isim alıb. Yəni, deyir ki, mən o zamanlar çox xoşbəxt hiss edirdim. O günlərdə daha doğrusu çox xoşbəxt hiss edirdim. Özündən sonra nə gəldi? Cəm isim gəldi. That book deyərəm, o kitab, yəni özündən sonra tək isim gələcək. Bunu belə də yadda saxlaya bilərsiniz. Bu 4 hərfli olanlardan sonra tək isim gəlir. 5 hərfli olan işarə əvəzliklərindən sonra isə cəm isim gəlir. Amma bu 5 hərfli və 4 hərfli işlənmə yerləri fərqlidir də təbii ki. This zaman və məkanca yaxın olan əşyaları göstərir. Amma zət ilə zo zaman və məsafəcə uzaqda olan əşyaları göstərmək üçün işlədilir. Ən əsası da, yəni təkdə olan əşyanı və yaxud da cəmdə olan əşyanı göstərdiyini ona diqqət etmək lazımdır. Bu niyə önəmlidir? Harda önəmlidir? Biz isim mövzusunu keçirik, təbii ki, biz buna isim mövzusunda da rast gələcəyik. Niyə? Ona görə ki, baxırıq ki, zis və deyirəm özündən sonra tək isim istəyir. Təbii ki, artıq isimlə əlaqələndi, düzdürmü? Yəni, ona görə də bəzən belə bir testlər olur. Misal üçün, buradakı deyək ki, bu kitabın, nə bilim, səhifəsi atıram, yiyəli kağıdın apostrof S-lə düzəlmir, amma burada nümunə üçün göstərirəm. This books olar, yəni books deyəndə apostrof S olar, amma testdə belə verilir, this books, yəni təkliyi bildirən işarə əvəzliyi ilə cəm isim işlədilir və ona fikir verməyəndə də bu səhv olur, təbii ki də. Ona görə də tək isim gəlir deyiriksə, yəni özündən sonra tək isim alır. Buna diqqət etmək lazımdır. Zis nədir? Özündən sonra cəm isim alır. Buna diqqət etmək lazımdır. Zət nədir? O deməkdir. Özündən sonra tək isim alır, amma uzaqda olan əşyaları göstərir. Zos nədir? Özündən sonra cəm isim alır. Yenə də zaman və məsafəcə uzaqda olan əşyaları göstərmək üçün işlədilir. Zamanca, məsafəcə uzaq dediyimizdə isə
Bizim bəzi sözlərimiz var ki, orada yaxında və yaxud da uzaqda olduğunu göstərir. Misal üçün, burada baxa bilərik. O, Zeyə, o və Zeyə, baxın, Zeyə və o və Zeyə orada, harada, yəni uzaqda olan əşyaları göstərir. Bildirik ki, burada uzaq deməkdir, orada deyirik. Ona görə də biz oraya zət ya da zoos veririk isimə görə. İsim təkdirsə zət götürəcəyik, isim cəmdirsə zoos götürəcəyik. Hiyə, o və hiyə deyiriksə əgər, o zaman bu burada deməkdir, mənasını bilmək lazımdır və demək ki, artıq biz burada yaxında olan işarə əvəzliyini götürməliyik. Təbii ki, isim yenə də təkdirsə biz zis, cəmdirsə zis əvəzliyindən istifadə edəcəyik. Yəni özlərindən sonra isim alır və dediyimiz kimi ya tək isim alır, ya cəm isim alır. Təbii ki, dediyimiz qaydada. Baxaq burada Z building. Bu testdə necə veriləcək bizə? Baxın, testdə bu formada verilir adətən. Yəni, burada building sözü verir. Burada o və zəyə var. Və indi mən baxıram ki, burada bina sözü təkdədir. Burada heç bir şey vermir də. Biz bunu görmürük. Orada boşluq olur da. Bina sözü təkdədir. Amma burada həm də o və Z yazılıb. Mən bu o və Z-yə diqqət etməsəm, dedik o və Z nə deməkdir? Orada deməkdir, uzaqda. Demək ki, mən uzağı göstərən, zaman və məsafəcə uzağı göstərən bir işarə əvəzliyi götürməliyəm, həm də tək isimlə işlənən. O zaman mən nə götürərəm? Burada zət götürərəm, təbii ki də. Tək isim olmasına tək isimlə zis də işlənir, düzdürmü dedik? Zis də işlənir. Amma burada o və Z olduğuna görə biz zət götürməliyik. Çünki uzaqda deyir axı. Yəni, əsas o və Z-yə də diqqət etmək lazımdır. Bir də isimin tək cəm olmağına diqqət etmək lazımdır. Yəni, niyə bunlar bir-birinə bu qədər qarışdırılır? Çünki bu zislə zət hər ikisi təki göstərir. Bu zoosla da zis hər ikisi cəm olan əşyaları göstərir. Sadəcə burada yaxın, uzaq məsələsi var. Ona görə də buna diqqət etmək lazımdır. Bu hissəyə diqqət etmək lazımdır. Baxaq, burada o və hiyə deyir, burada deyir. Burada cəm isimdir. Mən bura zoos da verə bilərəm normalda. Mən indi bura zoos yazdım. Siz elə fərz eləyin. Zoos da verə bilərəm, amma niyə zis vermişəm? Çünki burada o və z-yə deyir axı, ona görə. Yəni, sorry, o və hiyə deyir axı burada. Ona görə mən yaxını göstərən işarə əvəzliklərindən istifadə etməliyəm. Yəni, təki də cəmi də mütləq əzbərləməlisiniz ki, hansından sonra tək gəlir, hansından sonra cəm gəlir. Digər bir qaydada nə deyəcək? Azərbaycan dilindən fərqli olaraq ingilis dilində işarə əvəzliyi ilə isim uzlaşmalıdır. Bəli, mütləq isim uzlaşmalıdır. Yəni, zistdirsə, tək isim gələcək. Başqa nələrdə fərq var? Yəni, ümumiyyətlə, say gəlirsə, misal üçün, mən deyirəm, Azərbaycan dilində biz deyirik 5 kitab, yəni 5 kitablar demirik də, adətən 5 kitab deyirik. Yəni, isimlə say uzlaşmır. Amma ingilis dilində isimlə say, ümumiyyətlə, təyinlə say uzlaşmalıdır da. Belə deyək, isimin qarşısında nə işlənirsə, bu təyin sayılır əslində. Uzlaşmalıdır. Misal üçün, təki göstərən isimimiz təkdirsə, onun təyini də tək olmalıdır. Yəni, əvəzliyi də tək olmalıdır. İsimimiz cəmdirsə, onu biz yenə də cəm əvəzlik götürməliyik. Baxın burada, zis bizim dilə tərcümədə təbii ki, öz dilimiz kimi tərcümə edirik. Bu kitab və yaxud da hər ikisində bu kitablar. Amma ingilis dilində belə olmaz. Bu kitab deyib, bunlar kitablar deyə bilmərik. Bunlar kitab deyə bilmərik. Yəni, kitab sözü də özü də cəmlənməlidir. Zət deyirəmsə, özündən sonra tək isim gəlir. Yenə də baxmaq lazımdır. Zoos deyirəmsə, özündən sonra cəm isim gəlir. Yenə də dediyim kimi, 2 dənə cəmi göstərən, 2 dənə təki göstərən işarə əvəzliyimiz var. Amma hər ikisinin, deməli, cəmi göstərənin də məsafəcə uzaq, yaxın olmasına diqqət etmək lazımdır. Təki göstərənin də məsafəcə uzaq, yaxın olmasına diqqət etmək lazımdır. Baxaq görək, saç nədir? Saçın mənası nədir? Elə belə tək və cəm forması eynidir. Yəni, tək də, cəmdə də elə saç işlədəcəyik. Cümlədə əsasən təyin funksiyasında çıxış edir. Baxaq görək. He is such a handsome. Yəni, deyir ki, o belə yaraşıqlı oğlandır. Yəni, sırf mənası elə belə tərcümə edirik və deməli,
yazırıq. Saçdan sonra sayılmayan isim gələrsə, onda artikel işlətməyəcəyik. Mütləq. Onsuz da bilirik ki, sayılmayan isimdən artikel işlənməz. Cəm isim gəlirsə yenə də cəm isimlə də onsuz bilirik ki, artikel işlənməz. Amma sayıla bilən tək isim gəlirsə mütləq artikel işlənəcək. Baxaq. She is such a good student. Görürsünüz, student sözünün artikeli varmı? Var. Və saçdakı deyir, o belə yaxşı şagirddir. I can't go out in such weather. Mən belə havada çölə gedə bilmərəm. I like such books. Mən belə kitabları xoşlayıram. Yəni tək isimlə də gələr, sayılmayan isimlə də gələr. Problem yoxdur saçın. Sadəcə mənası var. Elə belə deməkdir. Bir də so ilə saçın fərqinə baxaq. Biz çünki so da bilirik ki, mənası belə mənası var. Baxaq. Deməli, hər ikisi elə belə mənası versə də, saç ilə so'nun arasında müəyyən fərqlər var. Görək hansı fərqlərdir. Saçdan sonra isim gəlməlidir mütləq. Sifət gələ bilər. Burada dediyimiz kimi, baxın, good. Birinci nümunədə burada var idi ki, good student. Görürsünüz, yəni saçdan sonra sifət də gəlir, amma sonu isimə çıxmalıdır mütləq. Burada gördüyümüz kimi. Amma so'dan sonra sifət və zərf gəlir. Bir fərqi budur. Saçdan sonra isim və ya sifət isim gəldiyi halda so'dan sonra dedik ki, heç vaxt isim gəlməz. Sifət və ya zərf gələr. Saçdan sonra artikel gələcək, amma so'dan sonra artikel gəlməz. Saçdan sonra sayıla bilən tək isim gələrsə, ayən artikel işlənir, amma so'dan sonra işlənməz. Bunu dedim. Nə qaldı burada? Burada seyimimiz qaldı. Seyimlə bağlı qeyri-adi bir qayda yoxdur. Seyim sadəcə olaraq Z ilə işlənir, önəmlidir. Testlərdə də Z-siz verirlər. Yəni Z-siz olsa səhvdə də bilin ki, Z harda varsa onu götürəcəksiniz. Tək, yəni testdə tək yanlış formada belə işlənə bilir ki, Z olmur qarşısında. Yəni o yanlış olur. Qalan halda isə doğrudur. He does the same thing every day. O deyir, hər gün eyni şeyləri edir. Yəni mənası eyni, həmin deməkdir. Və Z artiklı ilə işlənir mütləq. Özündən sonra isə tək isim alır. Bax, buna da çox diqqət etmək lazımdır. Saç qaydasında nə qaldı? Dolunay is such a beautiful girl. Deyir, Dolunay qəşəng bir qızdır, elə qəşəng qızdır. Amma so'dan sonra Dolunay is so beautiful. Mənaca yenə də elə belə deməkdir, amma digər so'dan sonra ancaq sifət gəlib, amma saçdan sonra sifət gəlsə də sonu isimə çıxıb. Buna da diqqət etmək lazımdır. Əziz abituriyentlər, deməli, bunu da kanalıma yerləşdirəcəm. İzahı ümid edirəm ki, sizin üçün faydalı oldu. Digər faydalı, deməli, YouTube izahlarıma da baxa bilərsiniz. Və inşallah ki, hər biriniz üçün faydalı olar. Və bizim onlayn dərslərimiz də mövcuddur, əziz abituriyentlər. İngilis dili onlayn dərslərimiz də mövcuddur. Onlayn dərslərimizlə əlaqə yaratmaq istəyirsinizsə, əlaqə nömrəsini sizin üçün bura qeyd edirəm. 050 973 25 09 nömrəsi ilə əlaqə saxlayıb dərslərimizdə, onlayn dərslərimizdə iştirak edə bilərsiniz. İnşallah ki, hər biriniz üçün faydalı bir post olacaq bu video. Çox sağ olun, diqqətiniz üçün təşəkkür edirəm. Yeni videolarda görüşənədək.